Yaxşı qardaşlar da var ki, arvadlarına dözməyə məcbur olurlar. Hansı ki, yoldaşları onlara qarşı ədalətsiz və nankordurlar. O qadınlara bəs eləmir ki, bu qardaş içki içən deyil, siqaret çəkən deyil, narkoman deyil, sağa sola gedən deyil. Namazında, niyazındadır adam. Ailəsi üçün çalışır gecə-gündüz. Amma o qadınları bu xüsusiyyətlər qane etmir. Çünki Instagramda öz həyatlarının hər anını reklam edən düşüklərin şəkillərinə baxırlar. Baxın, mənim yoldaşım mənə bunu hədiyyə etdi. Baxın, mənim yoldaşım məni bura apardı, ora apardı. Bunların da buna baxıb ağızlarının suyu axmağa başlayır. Vəssalam, bütün bu şeylərə baxandan sonra da öz yoldaşlarının qədir-qiyməti olmur gözlərində. Amma halbuki özünün də nə düzgün əməlli ibadəti yox, yemək bişirməyi yox, ev yığışdırmağı yox, uşaq baxmağı yox, heç nə eləmək istəmir, bildiyin keyf eləmək istəyir. Qardaşım, çamadan əlinə, geri də düz evinə. Bu dünyada o qədər yaxşı qadınlar və qızlar var ki, hansı ki gecə-gündüz Allaha dua edirlər ki, məhz sənin kimi bir insan çıxsın qarşılarına.